Balakan rayonunun Asantibat'ın ön tarafında gördüğünüz gibi 2 mertebeli satışa çıkarılır. Gireceğinde demirden dikilmiş evle bitkiş navesti var. Həyətyanın torpağı 4 sotdur. Her taraftan kubik taş ile hasarlanıb. Yeni tikili evde açık balkonu var. Birinci mertebesi 4 pilləkən torpaq seviyesinden hündürde tikilmiştir. Evin girişinde iki taraflı plakanlar koyulmuştur. Ön taraftan, yan taraftan girecekte ön tarafta evin mətbəxtidir. Mətbəxti genişdir. Girecekte gördüğünüz gibi mətbəxtin yan tarafında, yani mətbəxtə şahsınca ayrı yolsudur, tam təmirlidir. Gördüğünüz bu hissədə evin hamamıdır. Yine tam təmirlidir. Yolu, hamamı, mətbəxti, ön tərəfdə deməli girəcəyiniz sağ tərəfində geniş qonaq otağıdır. Tavanın hündürlüğü yerden 3 metre 10 santimdir. Gördüğünüz gibi yeterince hündürdür. Evde kombi sistemidir. Kürt taş kubikten dikilibdir. Gördüğümüz eşyalar hamısı evde kalacaktır. Bu birinci mertebesi. Orta barlarda küt taştandır. Gördüğünüz gibi enlidir. Mertebe arası beton monolitdir. Birinci, ikinci mertebesi beton monolitdir. Möhkəm şəkildə tikilmiş bir evdir. Bu hissədə gördüğünüz gibi küt taştan dikilibdir. Tahtası yerli qoz ağacı hazırlanmıştır. Gördüğünüz gibi tahta pləkanlardır. İkinci mertebesinde bir yatak otağı, ikinci yatak otağı, qeyd etdiyim kimi əşyalar evdə qalacaq. Əşyalar yeni əşyalardır. Yəni az bir müddət işlənilibdir. 3 yatak otağından ibarətdir. Evdə kondisioner mövcuddur. İkinci mərtəbəsinə ait ayaqyolusu hamamı, yəni iştikaldadır. Yeri üstüp oldu, yəni birinci və ikinci mərtəbədə hamamı ayaqyolusu üstüp oldu, çoxluq oldu. Buradan balkona çıxışdı. Balkona çıxışıdır. Ev
manzaralı yerde yerleşir. Ön taraftan balaca bir ilin her bir faslında gördüğünüz çay geçir. Her tarafı hasarlanmıştır. Asan Hizmet'in karşı tarafında yerleşir. Tam təmirli evdir. Kupçalıdır. Həyətində cürbəcür bal verən ağaçlar əkilmişdir. Qeyd etdiyim kimi evdə kombi sistemidir. Kombi bu hissədə yerləşdirilibdir. Hal-hazırda da iştikaldadır. Pilləkənlərdə altı gördüyünüz kimi dəmir uğurluqlardır. Çox möhkəm şəkildə tikilmişdir pilləkənləri. Qiyməti 135.000 manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə endirim olacaqdır. Kupçalıdır.